şiddətli aclıq və susuzluq halı. Əgər oruç tutan kimsə şiddətli aclıq və susuzluq hiss edərsə, nə etməlidir? Və alimlər buyurur ki, iftar etməsi vacibdir və tutmadığı günün əvəzində də qəza edir. Yəni bir insan şiddətli aclıq və susuzluq hiss edərsə, yəni hansı ki, bu şiddətli aclıq və susuzluq onu nə edəcək? Onu həlak edə bilər. Onu həlak edə bilər. Və bu zaman nə edir? Qəza etməsi, iftar etməsi vacibdir və qəza edir tutmadığı gün əvəzində. İmam Məlik və Şafi bu görüşdədirlər və İmam Nəvvi rahimehullah özünün Məcmu əsərində bu məsələni zikr etmişdir. Və dəlil olaraq Allah Subhanahu va Taala'nın bu ayəsini qeyd edirlər ki: "Və la taqtulu anfusakum innallaha kana bikum rahima." Özünüzü öldürməyin, Allah Taala sizin üçün rəhimlidir. Yəni Allah Taala rəhimlidir, özünüzü öldürməyin. Və başqa bir ayədə Bəqara surəsinin 195-ci ayəsində buyurur ki: "Və la tulqu bi aydikum ila təhlükə." Öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Və İmam Nəvvi rahimehullah özünün məcmusunda buyurur ki, bu insanlar xəstəyə qiyas edilir. Xəstəyə qiyas edilir. Və mən kana minkum maridan aw ala safarin fa'iddatun min ayyamin ukhar. Sizdən kim xəstə və ya səfərdə olsanız, tutmadığın günlərin əvəzini başqa günlərdə tutun. Bəli. Növbəti məsələ ikrah halında olan orucu. İkrah halında olan nə deməkdir? Yəni birisi səni iftar etməyə məcbur edərsə. Ümumiyyətlə bu ikrahın da qardaşlar iki halı var. İki yerə bölünür. Birincisi el-ikrahul mulci və ikincisi isə el-ikrah gayrul mulci. Yəni tam ikrah, ağır təhdid. El-ikrah gayrul mulci, yəni naqis olan ikrah. Naqis olan ikrah. Və bunlar nə deməkdir? El-ikrahul mulci, insan tam ikrah altında olarsa və ağır təhdid altında olarsa, ağır təhdid altında olarsa, ölüm və yaxud da bədən üzvünün kəsilməsi və yaxud da ailə üzvü, yəni insanın ailə üzvü ilə təhdid olunması və yaxud da hər hansısa bir yəni təhlükə yaradacaq şeylə təhdid olunması, bu nədir? Bu, yəni ikrahul mulci adlanır. Və bu şəriətdə etibar olunan mötəbər ikrah bu deməkdir. Yəni insan orucunu aça bilər, o şeylə təhdid edirlər ki, səni ölümlə və yaxud da bədən üzvünün kəsilməsi ilə və yaxud da ailə üzvünə təhdid olaraq və yaxud da başqa. Yəni əsas odur ki, sənin canına ziyan gələcək və yaxud da sənin irzinə ziyan gələcək şeylərlə, ailənə ziyan gələcək şeylərlə təhdid olunmasıdır. El-ikrah gayrul mulci, naqis ikrah, yəni heç bir təhlükə olmayan yüngül şeylərdir. Heç bir təhlükə olmayan yüngül şeylərdir. Məsələn, birisi səni təhdid edir ki, orucunu aç, yoxsa səni vuracağam. Orucunu aç, yoxsa səni döyəcəm. Və yaxud da pulunu əlindən alacağam. Və yaxud da səni həbs eləyərəm. Yəni bu cür şeylər ikrah gayrul mulcidir və bundan ötürü orucu açmaq haramdır.